və Rəqsanə İbrahimzadə həmin ərazidədir. Rəqsanə, hər vaxtın xeyir olsun. Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, bugün Ulu Öndər Heydər Əliyevin anım günüdür və təbii ki 12 dekabr 2003-cü ildə həyatını itirən Heydər Əliyevin xatirəsini, əziz xatirəsini yad etmək üçün insanlar hazırda 1-ci Fəxri Xiyabana axın edir. Biz də burada öz yerimizi almışıq və burada media nümayəndələri, eyni zamanda dövlət, qeyri-hökumət üzvləri də məhz buranı gəlib ziyarət edir. Elə Milli Məclisin üzvlərinin də az öncə biz müşahidə etdik gəlib ziyarət etməyini, digər Nazirlik əməkdaşları da hazırda 1-ci Fəxri Xiyabana axın edir və burada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edir. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu əvəz edilməz hesab edilir. Bir çox xüsusi addımları burada diqqət çəkir. Təbii ki, 1994-cü ildə Azərbaycan və Ermənistan arasında Bişkek protokolu ilə artıq Qarabağ müharibəsi 1-ci aktiv fazası başa çatdı. Eyni zamanda 1994-cü ildə daha başqa addımlar da atıldı. Əsrin müqaviləsi imzalandı. Ardınca 1995-ci ildə də mühüm addımlar atıldı. Müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi. Eyni zamanda ardınca digər mühüm addımlar da oldu. Təbii ki, elə Heydər Əliyevin hakimiyyəti dövründə bir sıra mühüm addımlar atıldı. Onlardan biri də 1998-ci ildə senzuranın ləğv edilməsi idi ki, bu istiqamətdə də addım atıldı və bu işlə elə birbaşa ən birinci şəkildə mətbuatın inkişafına öz töhfəsini verdi. Elə siz hazırda da kadrları izləyirsiniz. 1-ci Fəxri Xiyabana həm sıravi vətəndaşlar, eyni zamanda hökumət üzvləri, dövlət nümayəndələri bura ziyarət edir. Ulu Öndərin əziz xatirəsini yad edirlər. Təbii ki, Prezident İlham Əliyevin də az əvvəl elə 1-ci Fəxri Xiyabana ziyarəti oldu. Ulu Öndərin xatirəsini yad etdi burada və eyni zamanda hazırda gün ərzində də bu cür ziyarətlər burada davam edəcək. Müxtəlif nazirlik üzvləri, dövlət hökumət üzvləri 1-ci Fəxri Xiyabana axın edib, əllərində gül dəstələri ilə Ulu Öndərin əziz xatirəsini yad edəcəklər. Dediyimiz kimi 1993-cü il oktyabrın 3-də Ulu Öndərin hakimiyyəti gəlişi ilə artıq Azərbaycanda bir çox məqamlar dəyişdi. Bir çox siyasi quruluşu ilə bağlı bir sıra istiqamətlərdə yeniliklər oldu. Təbii ki, həmin dövrdə Azərbaycan xaosu içərisində idi, müharibə təhlükəsi ilə üz-üzə idi, terror təhlükəsi var idi və siyasi sabitliyi təmin etmək üçün müxtəlif addımlar atdı və eyni zamanda iqtisadiyyatın inkişafı yönündə də yeni neft strategiyası ilə bağlı da müəyyən addımlar atdı ki, təbii ki, bu da Azərbaycanın inkişafına mühüm töhfə verdi. Bugün Azərbaycanda tamamilə yeni reallıqlar mövcuddur. Təbii ki, həmin dövrdə əsası qoyulan bir sıra istiqamətlərdə də artıq siyasət uğurla davam etdirilir və məhz bu addımların nəticəsi ki, Azərbaycan hazırda dünyanın müxtəlif beynəlxalq tribunalarından, arenalarından öz səsini ucaldır və eyni zamanda Heydər Əliyevin hakimiyyəti dövründə 2001-ci ildə Azərbaycan qoşulmama hərəkatına üzv oldu. Paralel olaraq 2001-ci ildə Avropa Şurasına da üzv oldu, tam hüquqlu üzv oldu və təbii ki, elə Heydər Əliyevin hakimiyyəti dövründə atılan bu addımlar Azərbaycanın bataqlıq içərisindən çıxarıb daha yüksək səhnələrə getməsinə zəmin yaratdı və təbii ki, bugün də 12 dekabr tarixində 2003-cü ildə vəfat edən Amerika Birləşmiş Ştatlarının Cleveland klinikasında həyatını itirmişdi Ulu Öndər Heydər Əliyev və bugün də onun xatirəsi ölkə ərazisində yad edilir və elə 1-ci Fəxri Xiyabana hazırda həm ziyarətlər davam edir, həm dövlət hökumət üzvləri, Milli Məclisin üzvləri, eyni zamanda sıravi vətəndaşlar, kiçikdən böyüyə hər kəs əllərində gül dəstələri ilə 1-ci Fəxri Xiyabana axın edir və burada Ulu Öndərin xatirəsini yad edirlər. Gün ərzində də bu cür ziyarətlər davam edəcək təbii ki. Biz onlarla bağlı da informasiyaları diqqətinizə çatdırmağa çalışacağıq və elə səhər saatlarından etibarən biz burada öz yerimizi almışıq və ən son informasiyaları diqqətinizə çatdırmağa çalışırıq. Hələlik bizim çatdıra biləcəklərimiz bu qədərdir. Söz yerinə sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatları Fəxri Xiyabandan bizə ötürdüyünə görə.